Birbaşa keçək Kamran Həsənlinin yalanına. Olmasa görə Fələstinli lideri Mahmud Abbas ermənilərə nə deyir? Bu gözünüzü açın, baxın. Deməli, Samir bəy diqqətlə xahiş edirəm, qulaq asın əzizən vətənlər, çox vacib bir məqamdır. Ben bu Deməli, videoya həmin baxmışdım. çıxışında- Bu həmin video çıxışında- məşhurdur bu. Bunu da Qulaq asın. saxtalaşdırıb yayırlar, bəli. Həmin çıxışında əzizən vətənlər, demək Kamran yalanı danışır. Yalanını sübut eləmək üçün bir kadra istinad edir və Azərbaycan xalqına deyir ki, burada Mahmud Abbas deyir ki, ey ermənilər, biz sizlə bir yerdəyik, sizə silahla da kömək elədik, baxın. Xahiş edirəm sizdən, rica edirəm sizdən. Gəlin kişi kimi danışaq da, gözünüzü açın, baxın. Görün bu nə deyir, baxın. 38 صوتا في الأمم المتحدة كانت أرمينيا أول الدول التي طورها. Stop. Mən sizdən soruşuram Azərbaycanlılardan, bizi dinləyənlərdən. Ərəbcə bilənlərdən soruşmuram. Bilmənlərdən soruşuram. Çünki Kamran ərəbcə bilmir mənim kimi. Mahmud Abbas nə dedi? İstəyirsiniz deyin mən nə dedi. Yo. Sabir, çox xahiş edirəm, qulaq asın bir dəqiqə. Çox tələsməyək. Çox vacibdir bu şeylər bir xalqımıza belə izah eləməliyik ki, millət bilsinlər nə baş verir. Başqa bir faktlar göstərəcəm mən sizə ki, görün bu millətləri dezinformasiya necə ələ salıb oynadırlar, müharibələ salırlar. Kamran Həsənli deyir ki, əvvəl bir böyük, bilirsiniz də, giriş çıxış eləyib, deyir, sonra da sizə fakt təqdim edir. Görün de, baxın, Kamran Həsənli özü gözünü dirib yuxarıya, baxır deyəsən harasa monitora. Mahmud Abbas nəsə dedi. Kamran Həsənli o nə dedi? Əzizə vətənlər, bilən var mı aranızda? Ərəb dilin bilənlər demirəm, ha. Mənim kimi dil bilməyənlərdən soruşuram. Nə dedi o? Mən bilmədim, mən bunu düşünmədim. Amma bir Erməniyə sözü qulağıma Ermənistan kimi çatdı. Erməni. İndi görün, Kamran Həsənli özünün başa düşmədiyi dildə Mahmud Abbasın dediyini necə təqdim edir? Netanyahu deyir ki, biz Azərbaycanla dostuq, qardaşıq. Ona sual verirlər ki, siz niyə Azərbaycanın əleyhinə olan ölkələrə silah vermirsiniz? Deyir, bir dəfəndə dinlən ermənilərə niyə silah vermirik də? Açıq danışır da. Bu ermənilər... Adam görünür də yalan danışır ha. Netanyahu gözü ikisilər də yalan danışır bu adam. Netanyahu öyle demeyip. Niye? Çünkü ben size Yahudinin burada dostlar. Yahudinin müsahibəsini təqdim elədim. Eşitdiniz də, erməni televiziyasında müsahibə verən Kedmi deyir, bir təşrif elədi ermənilər. Ermənilər pul olmadı almadılar. Kişinin o danışır ki, bu zorla Yahudilərin adından yalan danışır, mənim xalqım Allah'dır bu. Əl çalır. Onlara qardaş deyir və deyir ki, sizə hərbi cəhətdən də kömək eləyəcəyik. Orada deyir ona. Eşitdiniz? Deyir ki, deyir burada Mahmud Abbas deyir ki, ermənilər bizlə qardaşıq. Biz sizə Qarabağda yani deməkdir. Bu Kamran Həsənlinin metodu budur. Mənim xalqımı al yalan danışır Kamran Həsənli. Mahmud Abbas'ın çıxışını görsədir. Deyir ki, Mahmud deyir ki burada biz sizə silahla kömək elədik Qarabağda. Şimdi mən sizə bir Samir bəy deyər o nə deyirdi orada. Bundan sonra mən sizə bir kadro göstərəcəyim dostlar. Buradan da müraciət edirəm mən hüquq mühafizə orqanlarına. Çünki bunun başqa yolu qalmadı. Biz İlham Əliyevi çox şeydə tənqid edirik. Amma Kamran Həsənlinin dediyi bu fakt doğrudursa, Mahmud Abbas əgər Bəli, deyir ki, silahla kömək eləməyə vəd edibsə, Mahmud Abbasla İlham Əliyev görüşəndə İlham Əliyev ona etiraz eləməyibsə, deməli vətən hainidir İlham Əliyev. Kamran Həsənli konkret deməkdir ki, İlham Əliyev satqındır, Ərəbin agentidir burada, vətən xainidir. Niyə? Mahmud Abbasla salamlaşıb, görüşüb, öpüşürlər, danışırlar. Ona etiraz eləmiş ki, sən niyə silahla yardım edirsən? Samir bəy nə dedi orada ərəbcə? Yəni Ermənistan Birləşmiş Millətlərdə səs verib Fələstin xeyrinə, ona təşəkkür bildirib. Vəssalam, başqa şey. Nə qardaş söhbəti var orada, nə qardaş söhbəti var, nə silah var, heç elə bir şey yox. Əslən vətənlər, bu metodu başa düşün ha siz. Görsədir kadrı, adam başa düşmür, amma Erməniyə sözünü hamının qulağı çatdı. Tamaşası bildiği Erməni dedi orada. Dalında deyir ki,
Deyək ki, biz sizə silahla yardım edəcəyik. Onun tərcüməsi var. Hər şey. Ermeniyaya hər cəhətdən biz yardımçıyıq, köməkli və saçabı. KGB-nin bilirsiniz də, köhnə KGB-nin bu agentidir. Bütün dünya bilir onu. Bax hala, Kamran Əzərli o kişinin elədi KGB-nin agenti elədi ki, vəsiqəni ona Kamran veribdi. Getdi.